gördük sizi əziz dostlarım. Sehirli əllərin növbəti buraxılışına xoş gəldiniz. Bu verilişdə hər birimizin əlləri sehirli olur. Gəlin birlikdə sehirli əllərimizlə gözəl bir çərçivə hazırlayaq. Həmin o çərçivəni öz otağınızda bəzək kimi istifadə edin. Başlayaq. Hazırlayacağımız çərçivənin ləvazimatlarını sizə sadalayıram. Karton, rəngli çubuqlar, yapışqan, şəkil və dekorativ plastilin. Gəlin birlikdə başlayaq. İlk öncə biz kartonu götürürük və orada bir ölçünü hazırlayırıq. Çərçivənin ölçüsünü hazırlayaq. Rəngli çubuğu kartonun üzərinə qoyub ölçüsünü qeyd edirik. Xəttimizi birləşdirəndən sonra isə qarşı vasitəsilə kəsirik. Əgər siz kəsməyi bacarmırsınızsa, valideynlərinizdən kömək istəyin. Gəlin kəsək. Kartonumuzu kəsdik. İndi isə gəlin rəngli çubuqlarla kartonun üzərini ördək. Qeyd edim ki, istiklər çox təhlükəlidir uşaqlar. Valideynlərinizdən kömək alın. Gəlin kartonun üzərini istiklərlə körələyək və çubuqlarımızı yapışdıraq. Mən birinci olaraq qırmızı rənglə başlamaq istədim. Siz təbii ki, istədiyiniz rənglə başlaya bilərsiniz. Daha sonra mavi və sonra sarı daha sonra bənövşəyi rəng. Siz bunu əlbəttə ki, tək rənglə də edə bilərsiniz. Amma mən rəngbərəng olmasını çox istədim. Uşaqlar, baxıb bizim artıq çərçivənin arxa fonu hazırdır. Gəlin indi növbəti işimizi görək. İlk öncə şəklimizi sizə göstərirəm. Sizin burada öz şəkliniz, ailənizlə olan şəkliniz və gözəl xatirənizdən olan bir şəklinizi çıxardıb, kəsib bura vura bilərsiniz. Mən isə belə bir mənzərə seçdim. Gəlin bunu birlikdə kəsək. Şəklimiz hazırdır. Gəlin indi birlikdə yapışqan vasitəsilə şəklimizi arxa fona yapışdıraq. Şəklimizi kleylədik. Daha sonra isə arxa fonun üzərinə yapışdırırıq. Gəlin indi çərçivənin kənarlarını hazırlayaq. Mən kənarları üçün yaşıl, mavi, qırmızı və sarı rəngi düşünmüşəm. Və bunu indi yapışdıracaq. Gəlin yapışdıraq. Birinci sağ və sol tərəfi yapışdıracaq. Yenə də biz istiklərlə kənarlarını vururuq kleyni. Daha sonra mavi rəng. Daha sonra uclarına qırmızı rəngi də yapışdıraq. Taxtanın uc hissəsinə kley qoyuruq və sarı rəngimizi də yapışdırırıq. Artıq çərçivəmiz hazırdır. Amma düşünürəm ki, çərçivəmizdə dekorativ bəzəklər əksikdir. Gəlin birlikdə dekorativ plastilinlərlə balaca güllər hazırlayaq. İlk öncə mən gülün orta hissəsi üçün açıq rəngdə, çəhrayı rəngdən istifadə edəcəm.
bir hissəni götürüb əlimdə yumrulayacağam. Siz də mənim kimi dairəvi hərəkətlər edərək, barmaqlarınızı, sehirli əllərinizi işlədərək bir kürə hazırlayın. Növbəti rəngimiz qırmızı rəngdir. Budur, hazırdır. Gəlin indi birlikdə bu hissələri birləşdirək. İlk öncə gülün ortasını qoyuruq və ləçəklərini birləşdiririk. Birləşdirəndən sonra isə artıq ona forma verməyə başlayırıq. Forma vermək üçün müxtəlif cür bıçaqlardan istifadə edirik. Əlimizlə də basa bilərik. Daha sonra üzərinə müxtəlif naxışlar edirik. Ortasını isə digər bıçaq vasitəsilə düzəldirik. Budur dostlar, gülümüz hazırdır. Gəlin indi bunu çərçivəmizin üzərinə yerləşdirək. Mən düşünürəm ki, sarı rəngin üzərində qırmızı rəng daha gözəl görsənər. Yenə kleydən istifadə edərək yapışdırıram. Bıçaq vasitəsilə də daha da yapışmasına köməklik edirəm. Artıq çiçəyimiz hazırdır. Gəlin birlikdə çiçəyin yarpağını hazırlayaq. Yarpaq hazırlamaq üçün plastilini ilk öncə dairəvi şəkildə əlimdə hərəkət etdirirəm. Daha sonra isə onu ovallaşdırıram. Və üzərinə basaraq yarpaq formasını verməyə başlayıram. Bıçaq vasitəsilə yarpağın naxışlarını edirəm. Yarpağın naxışlarını da edəndən sonra kənarına yapışdırıram. Yarpaq hazırdır. İndi isə digər gülə keçirəm. Digər gülümüz də artıq hazırdır. Gəlin birlikdə isti yapışqanla çərçivənin üzərinə yapışdıraq. Uşaqlar, qeyd edim ki, bu gülümüz digər güldən biraz fərqli alındı. İstədim ki, bu gül daha da fərqli olsun. Yarpağa bənzəsin deyənə hərəkət etdirək və yarpağımızı yerləşdirək. Yenə burada biz köməkçi bıçaqlarımızdan istifadə edəcəyik və yapışdıracağıq. Və budur, hazırdır bizim çərçivəmiz. Biz bugün sehirli əllərimizlə sizinlə birlikdə çərçivə hazırladıq. Yəqin ki, siz də çox bəyəndiniz. Gəlin birlikdə çərçivəni balaca dostumuzla birlikdə hazırlayaq. Sehirli əllər layihəmizin növbəti qonağı Əsmadır. Əsma, xoş gəlmisən. Necəsən? Yaxşı. Yaxşısan? Bugün sənlə biz nə hazırlayaq? Çərçivə. Çərçivə, afərin. Sən bütün rəngləri sevirsən, Əsma? Onda rəngbərəng olsun bizim çərçivəmiz, düzdürmü? Başlayaq hazırlamağa çərçivəni. Başlayaq. Birinci biz kardonu götürürük. Bunu qoyuruq kənara. Qayçını da götürürük. Və bizə lazımdır karandaş. Biz burada çərçivəmizi hazırlamaq üçün istifadə edəcəyimiz çöpləri yerləşdiririk bura. Və ölçüsünü qeyd edirik. Gəl sən qeyd elə. Karandaşla tut. Bir burada işarə qoy. Afərin. Bir də buradan qoy. Afərin. Bir də qoyaq. Afərin. İndi biz burada işarə qoyduq, düzdürmü? Biz buraya qədər xətt çəkəcəyik və nə edəcəyik onu? Kəsəcəyik. Yaxşı? Ya xətti sən çək, kəsməyisə mən sənə kömək edərəm.
Deməli, bizim çərçivəmizin arxasını artıq çəkdik və hazırladıq. İndi isə kəsəcəyik. Sən kəsməyi bacarırsan, yoxsa mən edim? Sən. Mən edim. Yaxşı. Biz indi şəklimizə də baxmalıyıq. Mən sənin üçün sənin şəkillərindən çıxartdırmışdım. Biz həm də bu şəklin ölçüsünə də baxmalıyıq. Gəl birlikdə əvvəlcə bu şəkildə kəsək və bunun üzərinə qoyaq. Görək məsafə nə qədər qalır. Daha sonra isə çöplərimizi üzərinə yerləşdirək. Yaxşı? Əsmə, sən bu şəkli harda çəkdirmişdin? Baxçada. Bağçada. Bağçada nə bayram idi ki, sən belə şəkil çəkdirmişdin? Hansı bayramdır bu bayram? Payız bayramında çəkdirmişdin. Nə gözəl düşmüsən sən. Bunu bu tərəfə qoyaq. Bura qoyacaq. Afərin. Bax, burada qoyacaq. Düz ölçüsündə nə eləmişik? Kəsmişik. İndi isə kardonu kəsirik. Onu da mən kəsib sənə köməklik eləyim. İstəyirsən sən də kəsməyə biraz. Gəl. Kardon hazırdır. Bizim şəklimiz də hazırdır. Bizim şəklimiz də hazırdır, düzdürmü? Bunu qoyacağıq bura. Bəli, bunu bura qoyacağıq, yapışdıracağıq və üstünə nə edəcəyik? Amma onu yapışdırmamışdan qabaq bunu yapışdıracağıq. Yaxşı? Mən burada istiklərini hazırlamışam. Sən bunu əgər evdə etməli olsan, ananın köməyi olmadan o istiklərdən istifadə etmə. Yaxşı? Və heç bir dostumuz da anasının köməyi olmadan istifadə etməsin. Yaxşı? Mən yapışdıracağım. Sən yapışdıracaqsan, yaxşı. Amma əlindən ehtiyatlı ol, əlini ora vurma. Deməli, Əsma, bizim arxa fonumuz hazır oldu, düzdürmü? Sən mənə kömək etdin, biz arxa fonu hazırladıq. İndi isə biz şəklimizi hara yapışdıracağıq? Bura yapışdıracağıq. Amma yapışdırmadan öncə nə edirik? Yenidən bu ağ hissəni kəsirik. Biz bunu kəsməmişdik ki, birdən ehtiyac olarsa, birdən kənarlarından yer qalarsa, istifadə edək. Yaxşı, indi isə kəsirik. Bunu kəsə biləcəksən? Tamam, gəl yoxlayaq. Mən də səliqəyə salım, olar? Tamam. Bir. Asıl. Gəl bunun kənarını səliqə ilə kəsək. Aha. Biz bunları kəsdik. İndi kley. İndi kley lazımdır, düz cildi. Yapışqan bizə lazımdır, yapışqan. Yapışqanla biz bunun şəklin arxasına Afərin. Amma məhkəm olsun deyə biz biraz da bu kleydən istifadə edəcəyik. Yaxşı? Daha sonra yapışdıracaq. Gəl yapışdır. Əlinlə belə elə. Yapışdır. Afərin. Afərin. Əsma, biz arxa fonu hazırladıq, düzdürmü? Afərin sənə. İndi isə biz kənarlarını hazırlayacaq. Kənarları, bəli, kənarları rəngbərəng olsun, göy qurşağı kimi, yoxsa yalnız sarı və ya qırmızı və ya mavi olsun? Rəngbərəng. Rəngbərəng olsun, yaxşı. Gəl indi onda sən rəngləri özün seç. Mən sənə verim və sən özün seç. Bir dənə sarı, mavi, narıncı, bir də qırmızı rəng olsun. Düzdürmü? Bəyəndin bu rəngləri? Şəklimizin 4 tərəfi var, düzdür? Hər birini bir tərəfinə yapışdıracağıq. Yapışdıraq. Gəl yenə istikləyi şəklin üstünə. Mən göstərib sənə, növbətini sən edərsən, yaxşı? Düzəldək. Bu hissəsi hansı rəngdə olsun? Bu hissəsi. Aha, əlini vurma, birdən əlin yanar. Mən yapışdıracağım. Hansı rəngdə yapışdıraq? Sarı. Tamam, sən yapışdır. Afərin. Afərin. Bizim çərçivəmiz hazır oldu. Düzdür?
Amma çərçivəmizin nəyə əksi idi? Gəl düşünək. Nəyə əksi idi səncə? Güllərin? Afərin. Gəl plastilin olanda güllərini də hazırlayaq. Nə rəngdə gülləri olsun? Narıncı, qırmızı, bənövşəyi, sarı. Hamısı rəngdə olsun. Yaxşı. Mən sənə indi başa salacağam gülü necə hazırlamaq lazımdır. Və səninlə birlikdə biz hazırlayacağıq. Yaxşı? Bir damcı. Bax, gülün ortası üçün biz plastilini götürürük. Al əlində yumurla. Afərin. İndi qoyaq bura. Sən də bura bax. Afərin. İndi gülün ləçəkləri qalıb. Düzdürmü? Çəhrayı rəngdə olsun, yoxsa qırmızı rəngdə? Çəhrayı. Çəhrayı. Yaxşı. İndi mən... Gəl sən çıxar. Buna daha ehtiyac yoxdur. Biz 2 dənə çiçək hazırlayacaq. Amma ikincini keçməmişdən öncə birincini sənə göstərim. Yaxşı? Dairəni götürürük, ortaya qoyuruq. Belə. Hə, amma toxum hələ basmır. Hələ toxum, yaxşı? Sonra digər dairələri götürürük. Ay, sağ ol. İndi isə biz bunu belə-belə edirik ki, yapışsın. Və bu da bizə kömək edəcək çarplarımız var. Onunla gülün üstünə bəzəklər qoyuruq. Mənim qoyduğum kimi sən də qoy. Burada elə. Afərin. Bizim çiçəyimiz hazırdır. Gördün? İndi bu çiçəyi nə edəcəyik? Səndərək. Yapışdıracağıq. Yapışdıracaq. Bu hissəsində olsun çiçək. Gəl bunu krem vasitəsilə yapışdıraq. Mən özüm. Sən özün ver. Harada yapışdır? Harasına yapışdıraq? Burasını. Onda bura dur. Ayşe, bravo. Afərin. Elədim. İndi gülü yavaşca götür. Və yapışdır. Üstünə çox bastırmır. Yaxşı. Gülün nəyə əksi idi? Yox, gülün nəyə əksi idi? Yarpağı. Yarpağını da hazırlayaq. Yarpaq nə rəngdə olur? Afərin. Afərin. İndi isə yarpağı yapışdırırıq. Bir dənə də yarpaq. Bir dənə də yarpaq. Al, bunu da hazırla, naxışlarını. Mən yapışdım. Artıq mən vurdum canım. Sən də yapışdır. Əlin dəyməsin, birdən əlin yanar. Ay, sağ ol, afərin. Əsma, birinci gülümüzü hazırladıq. Növbəti gülümüz nə rəngdə olsun? Gəl düşünək. Bax, burada nə qədər rəng var. Hansı rəngdə olsun? Hansı rəngdə bu? Adı nədir? Bənövşə. Afərin, bənövşəyə rəngdə. Açın mı? Rəngimizi açaq. Yenə də bayaqlar etdiyimiz kimi balaca kürəciklər edək. Buyur. Bu gülün neçə ləçəyi var idi? 1, 2, 3, 4, 5, 6. Afərin. Biz neçəni hazırlamışıq? 6. Biz 6 dənə hazırlamışıq. Amma burada neçə dənədir? 4 dənə. Demək neçə dənə lazımdır yenə? 2 dənə hazırlamalıyıq yenə. Afərin. İndi gülü sən özün tək hazırlayarsan. Hazırdır. Şimdi Kley yapışdıraq. Kleyliyə. Mən yapışdırdım. İndi burasına yapışdıraq. Hı. Bura kley koy. Afərin. Afərin. Gülün üstünə bastırmadan qoyaq. Özü quruyacaq, yaxşı? Yenə nə? Yarpağını da hazırlayaq. Hazırlayaq.
Yaşıl. Bəli, Açıqdır. açıqdır. Bu səfər sən üçün əlbəttə. Əsma, biz sənə bu gün göy qurşağına bənzər bir çərçivə hazırladıq. Bəyəndinmi? Həm bağça şəklinin xatirə qalacaq, həm də Sehrli Əllər layihəsindən sənə kiçik bir xatirə qalacaq bu rəsm. Yaxşı, bəyəndin? Çox yoxsa az? Çox. Çox bəyəndin. Buyur, bu sənə xatirə qalacaq. Əsma, mənim balaca dostum, Sehrli Əllər layihəsi səni də unutmadı. Sənə bu günlər kiçik bir hədiyyəmiz var. Düşünürəm ki, bunu çox bəyənəcəksən. Buyur, bu sənindir. Bəyəndin? Əsma, sən hədiyyənlə tanış ol. Mən də seyircilərlə sağollaşım. Verilişimizi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Səfərimizi izləyib bəyənməyi unutmayın. Sağ olun.